Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm, həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tamboski. Çox vaxt pasiyentlərim və tələbələrim mənə belə bir sual yönəldir. Deyir ki, doktor, bədən dili mütəxəssisi olaraq və yalan detektoru olaraq sizi aldatmaq mümkündürmü? İlk öncə onu qeyd edeyim ki, bədən dili mütəxəssisliyi və yalan detektoru olmaq falçılıq anlamına gəlmir. Bu elmin incəliyini bilərək insanların davranışlarını, nə düşündüklərini və nə hiss etdiklərini ən yaxşı şəkildə proqnozlaşdırmaq deməkdir. Yəni, proqnozlaşdırmaq o demək deyil ki, sən %100 hər şeyi bilirsən. Ən azından 90-95% hallarda, əksər hallarda. Uzun müddətli müşahidədə hətta bu 99% hallara gəlib çıxa bilər və yaxud da üzbəyüz heç kimin mane olmadığı bir söhbətdir. Yəni, nələr nəzərə alınır burada? Danışıq tərzi nəzərə alınır, danışıqlar arasındakı pauzalar nəzərə alınır, yüksək danışıq, alçaq danışıq, sürətli danışıq, yavaş danışıq, yüksəkdən alçağa keçid nə deməkdir, alçaqdan yüksəyə keçid nə deməkdir, yavaşdan sürətliyə keçid nə deməkdir, sürətlidən yavaşa keçid nə deməkdir, qırıq-qırıq danışıq nə deməkdir, cümlə daha çox sifətlərdən mi ibarətdir, feillərdən mi ibarətdir, daha çox arzulardan, istəklərdən mi ibarətdir, yoxsa gərəklilikdən və məcburiyyətdəndirmi ibarətdirmi, yəni bu feillər. Yəni, bütün bunların hamısı əslində rol oynayır. Və yaxud da dəri rənginin dəyişməsi, solması və yaxud da qızarması, göz bəbəklərinin genişlənməsi və yaxud da daralması, jestlərin 1001 deyək ki, növü, qapalı, açıq jestlər, qarışıq jestlər, qısa jestlər, geniş jestlər, üz mimikalarının çox sürətli hərəkətləri, bir emosiyadan digər emosiyaya keçid sürəti və yaxud da qalıcı emosiyalar bir yerə, bir emosiyaya fiksasiya olunmaq nədən xəbər verir? İnsanın inancları, düşünmə qəlibləri, kimlikləri, yetişdirilmə yeri, antropologiyası, yəni bütün bunların hamısı bir araya yığılaraq zaman və məkan aralığı içərisində interpretasiya olunur. Yəni, dəyərləndirilir. Yəni, nə bilim, başımı qaşıdım, bu anlama gəlir demək yox və yaxud da, nə bilim, gözlərimi qaçırıram, mən yalan danışıram, bu anlama gəlir demək deyil. Çünki elə adam var ki, yalan danışanda sənin gözünün içərisinə baxır ki, baxsın, görsün ki, sən onun yalanını anlamısan, yoxsa yox. Yəni, sırf o şəkildə müəyyən eləmək mümkün deyil. Yəni, statistika yığaraq, haradasa 4-5 bədən dili bir-birini tamamlamalıdır ki, ümumi nəticə çıxardasan ki, bəli, bunun əslində fikri, hissiyatı və yaxud da gələcək davranışı bu ola bilər. Bir başqa misal, məsələn, göz bəbəyinin genişlənməsinin 3 anlamı var. Toranlıq işıqdan da göz bəbəyi genişlənə bilər, qorxudan da genişlənə bilər, kiməsə aşiq olanda da genişlənə bilər. Və yaxud da sən əlində iti predmet tutmusan, bir xanıma yaxınlaşsan, göz bəbəyi genişlənir, deyə bilmərsən, bu mənə aşiqdir, ona görə genişlənir. Bəlkə səndən qorxur, əlində iti predmet var. Yəni, bədən dili və yalan deteksiyası dedikdə, bütün bu əlamətləri zamana və məkana görə dəyərləndirmək eyni zamanda nəzərdə tutulur. İndi sözümü nəyə gətirirəm? Məni aldatmaq olarmı? 95% hallarda yox. Əgər xüsusilə o adamla 3 aydan artıq vaxt keçirirəmsə, demək olar ki, 99% hallarda aldatmaq mümkün deyil. Zaten o statistikanı mən yavaş-yavaş toplayıram. Amma və lakin, bəzən mən özümə icazə verirəm ki, kimsə məni aldatsın. Bəzən mən özümə icazə verirəm ki, kimsə məni satsın. Bəzən mən özümə icazə verirəm ki, kimsə məni incitsin. Bəzən mən özümü buraxıram. Bəzən o qabiliyyətlərimi, bacarıqlarımı devrə dışı buraxıram. Nəyə görə? Çünki nəticədə bir insanam. Hamımız bir insanıq. Nəticədə sırf mexaniki yaşamaq da olmaz. Bu, həyatın anlamının itməsinə gətirib çıxarda bilər. Bəzən təcrübə eləmək üçün o emosiyaları yaşamalısan. Mən bilmirəmmi filan adam məni satacaq yaxında? Bilirəm təbii ki. Mən bilmirəmmi filan adam
naqis çıxacaq, vəfasız çıxacaq? Təbii ki, bilirəm. Mən bilmirəmmi dediyi sözlərin %99%-i yalandır? Təbii ki, bilirəm. Amma sadəcə bir insan olduğum üçün bir insanın dəyişəcəyi ümidi ilə yaşayıram. Çünki həqiqətən də dəyişə bilən insanlar var. Demək olmaz ki, yoxdur. Biz bunun əsrlər boyu, illər boyu şahid olmuşuq ki, insanlar dəyişə bilərlər. Məsələ burasındadır ki, insan %100 mexaniki də ola bilməz. Bəzən emosiyalarla onu tarazlamaq lazımdır. Təbii ki, vacib qərarlar alanda onu rasional şəkildə almaq ən sağlam düşüncənin bir parçasıdır. Yəni, ara bir özümüzə icazə verməliyik. Qoy bizi incitsinlər, qoy bizi satsınlar, qoy bizi təhqir və tənqid eləsinlər ki, o emosiyaların nə olduğunu şəxsən yaşayaq. Çünki hər bir şey tarazlığında anlam qazanır. Hər bir şey ziddi ilə gözəldir. Yəni, pisi görmədən yaxşının qədrini bilmərik, yaxşını görmədən də pisin qədrini, pisin daha doğrusu bizə nələr çəkdiyini bilə bilmərik. Diqqətinizə görə minnətdaram. Sağ olun.